Birmənalı olaraq regional universitetlərimizdə, Bakıdan kənarda olan universitetlərimiz də sayı etibarilə artmaqdadır. Bu istiqamətdə həm müəyyən mənada həmin universitetlərin genişlənməsi, biz kimi məsələn Mingəçevir Dövlət Universitetinin indi yeni kampusu tikilir, Qarabağ Universiteti yeni açılıb yəqin, Naxçıvan Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində saylar artmaqdadır. O cümlədən Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı və s. İkinci məqam ondan ibarətdir ki, bunun mütləq köçürmə üsulu ilə deyil, həm də məsələn elə bizim universitetlərimiz var ki, bunlar köklü 100 yaşı olan universitetlərdir və onları yəqin ki, köçürməkdən daha çox saylarının yəni həm tələbə kontingentinin sayını azaldıb keyfiyyəti artırmaq istiqamətində işləməliyik və bu istiqamətdə də işimiz artıq 2 ildir davam edir. Yəni çünki burada nə baş veribdir? Azərbaycanda yəni bu nə qədər də həssas səslənsə də bir tələbənin təhsil haqqı digər yerlərlə müqayisədə çox aşağıdır. Bu kifayət qədər çətin, düzdür, tələbə üçün bu nə qədər ucuz olarsa bir o qədər yaxşıdır, amma bir şey də unutmamalıyıq ki, bu nə qədər ucuzsa bir o qədər keyfiyyətsizdir. Bu istiqamətdə sabah qrupları bilirsiniz ki, vacib həll olur. Dövlət yəni bu istiqamətdə əlindən gələni edir. Sabah qruplarında biz dövlət sifarişinin üzərində 2 qat belə deyək də maliyyə ayırırıq ki, heç olmasa keyfiyyət artsın. Hələ ki belə deyək, müəyyən mənada bu öz nəticələrini verir. Ötən il hətta dövlət sifarişində iştirak etməyən bir neçə ali təhsil müəssisəsi də bu təşəbbüsə qoşulub. O cümlədən ADU Universitetində biz bu təşəbbüsüz və gördüyünüz kimi artıq yüksək bal toplayan tələbələrimizin, yəni həmin ali təhsil müəssisələrində ballar biraz da qalxır və biz bir çox ali təhsil müəssisələrini sabah proqramları ilə dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik və bu təşəbbüs genişlənəcək. Bizim anladığımız hal-hazırda və həyata keçirdiyimiz islahat nədən ibarətdir? Necə edək ki, ciddi sosial narazılıq yaratmadan, yəni ali təhsilin keyfiyyətini qaldıraq, eyni zamanda şəhərdə sıxlığa təsir etməmək üçün, regional inkişaf, universitetlərin inkişaf etdirmək üçün tələbələri daha çox regionlarda təhsil almasını nail olaq. Regionlarda tələbələrə yaxşı təhsil vermək mümkündürmü? Bəli, müxtəlif ixtisaslarda, bəzi ixtisaslarda bu regionlarda daha yaxşıdır deyə düşünürəm. Elə regional universitetlərimiz var ki, onların təhsilin keyfiyyəti Bakı şəhərində yerləşən elə ali təhsil müəssisələri var ki, onlardan daha yaxşıdır. Ümumən, yəqin ki, regionlarda daha çox tələbə, Bakı şəhərində nisbətən daha az tələbə ssenarisinə qəbul planlarını tənzimləməklə, qəbul yerlərini tənzimləməklə getməyə mən daha real görürəm. Bu o demək deyil ki, regionlarda yeni ali təhsil müəssisələri açılamayacaq. Yəni təbii müvafiq belə deyək, qərarlar olarsa, regionlarda yeni ali təhsil müəssisələrinin açılması nəzərdə tutula bilər.